Bir məsələyə toxunmaq istəyirəm. O da son zamanlarda bu video haqqında Seyid Elmanın videosu haqqında rafizlər deyir ki, siz kəsmisiniz, doğramısınız videonu, yarımçıq və elə paylaşmışsınız. Güya Seyid Elman deyir ki, Quran təhrif olunub, yalancısınız və hətta bu video hazırlayaraq Qasım Səfərov öz səhifəsində bunu paylaşıb, Vəhabilərin yalanları haqda, yəni bu başlıq adı altında və həmçinin Elvin Əzimov da öz kanalında, YouTube'da bunu paylaşıb. Və hətta orada bir məsələ də gəlir, yalan danışmaq haqqında Nəvavidən gətirir ki, yəni Nəvavi deyir ki, yəni yalan danışmaq olar, yəni zərurət varsa, ehtiyacı varsa, yəni ona toxunacağam. O məsələyə toxunacağam. Birincisi bu video haqqında, yəni Quranın təhrifi haqqında Elmanın bu danışması, bunu kim kəsib doğrayıb? Yəni bilirsiniz də bunu kim kəsib doğrayıb? Yəni özü videonu o cür kəsilmiş şəkildə paylaşıb öz TikTok'unda. Və orada minlərlə insanlar bu videonu görüb və sən əgər şou yaratmaq istəyirsənsə, yəni bu cür eləmə. Yəni, zaten başlıq kimi bir xəbərin başlığı kimi videonun əvvəlində və yaxud qısa fragment verirsənsə, orada yəni haqq olmalıdır. Bu altil şeyi sən belə şou məqsədi ilə eləməyin doğru deyil. Yəni paylaşdığın şeyə özün birinci bax. Sən bunu atmışsan TikTok'a və minlərlə cəmaət buna baxır və deyir bu nə danışır? Cəmaət hətta orada kommentləri oxuyun, elə adi heç namaz qılmayan cəmaət orada baxır ki, bu nə danışır? Yəni və o videonu götürüb cəmaət təəccüb içində ki, bu nə danışır belə? Və o videonu götürüb paylaşıblar ki, baxın. Yəni qəsdli şəkildə kimsə götürüb ki, mən bu videonu tam versəsini görüb, sonra mən götürüm, mən buradan bunu kəsim, doğrayım, bunu belə cəmaata təqdim edeyim ki, güya bu belə şey deyil. Belə bir qəsd olmayıb. Sən özün bunu eləmirsən, ey Elman. Şou yaratmaq üçün eləmirsən və məqsədlərinizi Allah bilir. Gəlin indi Elmanın səhifəsinə nəzər salaq. İmam Mehdi əleyhissalam gələndə o kitabı gətirəcək inşallah. Və necə paylaşılıb, özü necə paylaşıbsa elə götürülüb. Və şərtlərə baxın, orada yazılan şərtlərə belə baxın. Yəni, burada yalan var, nəsə yalan bir şey etmişik. Kiminsə videosunu götürüb, yəni Elmanın videosunu biz götürüb, kəsib, doğrayıb mı paylaşmışıq? Yoxsa özünün elə paylaşdığı videonu paylaşmışıq? Yəni buna yalan deyirsiniz siz. Bəli, siz deyən kimi o zaman olardı ki, onun tam yəni versiyasını Elman qoyub biz götürdük, oradan özümüz nəsə kəsdik, doğradıq, təhrif etdik. Yox, elə deyil axı, özü paylaşıb. Yəni buna sən yalan niyə deyirsən? Sonra isə burada baxın bu Qasım nə deyir? Əslində bunlar niyə bu cür yalanlara əl atırlar? Bunların alimləri bəzi vaxtlarda Məhmud məqsud olsa, yəni məqsədin bəyənilən bir iş olsa, yalan danışmağa icazə verirlər. Biz bunu bizim alimlərimizin olan Seyyid Xoya Ağa Rahməhullah, Həzrət Ayətullahül Uzma Seyyid Xoya Ağa Rahməhullah haqqında debat və arası danışanda onun cavabını verərkən də demişik. Bunların alimləri icazə verirlər ki, məqsədin bəyənilən iş olsa yalan danışa bilərsən. Amma sizdə də o, səhv salma. Yəni təqiyyə məsələsi, yalan danışmaq, bu sizin əqidədədir. Bu sizdə normal bir şeydir, hətta təmd olunan, yəni tərifə layiq bir əməldir, təqiyyə. İmam Nəvəvilərinin kitabıdır, Davr ibn Kəsir tərəfindən çap olunan nüsxə Beyrut çapıdır. Bu kitabın 433-cü səhifəsində Bəbu bəyəni mə yəcuzu minəl kəzib, yaxud minəl kizb adlı bir bab var. 261 rəqəmli babdır. İmam Nəvəviləri deyir ki, fəkullu məqsudin məhmudin yumkinu təhsiluhu bi qeyril kəzibi yəhrumul kəzibu fihi. Deyir, hər bəyənilən işdə mümkündür ki, onu yalansız ələ gətirəsən, yalan danışmaq o işdə haramdır. Və illəm yumkin təhsiluhu illə bil kəzibi cəzəl kəzib. Deyir, əgər yox, onu o bəyənilən işi ələ gətirmək yalansız mümkün deyilsə, icazəli yalan danışa bilərsən. Sonra deyir ki, thumma in kana təhsilu zəlikəl məqsudi mubahan, kanəl kəzibu mubahan. Deyir, əgər o məqsud ki var, məqsədə çatmaq istəyən, onu təhsil etmək, ələ gətirmək mubah bir şey olsa, adi icazəli bir şey olsa, yalan danışmaq icazəlidir. Və in kana vacibən, yəni və in kana təhsilu zəlikəl məqsudi vacibən, kanəl kəzibu vacibən. Deyir, əgər o bəyənilən işi ələ gətirmək, məsələn, Vəhabilər şeyləri gözdən salmaq istəyirlər və bu da onlar üçün bəyənilən işdir. Bunu yerinə yetirmək deyir, vacib olsa, kanəl kəzibu vacibən. Yalan danışmaq da vacibdir. Yəni bu cür insanlar başlayırlar şeylərin əleyhinə, yalanlar danışırlar. Yəni Nəvavinin burada şərhini, sözünü gətirib, görün nə deyir. Yəni ki, sanki müxalifə
yəni müxalifə cavab vermək üçün yalan danışmaq olmaz. Vay olar. Sanki Nəvavi bu cür deyir. Yaxşı, harda İmam Nəvavi burada harda deyir ki, müxalifə rədd eləyəndə gördün bacarmırsan yalan danış. Belə bir şey var burada? Yox. Buradakı məqsəd ayrıdır axı, sən özün də bunu yaxşı bilirsən. Gəl baxaq. Tam bu Nəvavinin bu yəni bölümdə gətirdiyi bu məsələyə və bəyan məcuz minəl kədib, yəni yalandan danışılması icazə olunan fəsildə və bura kimi tərcümə elədim, bəli. Amma o əlavələri özündən elədim. Yəni ki, yalan danışmaq kiməsə bacarmırsansa, yəni şiələrə cavab verə bilmirsənsə, yox. Belə bir şey yoxdur burada. Sonra deyir, misal gətirir, davamını da oxuyaq. Yəni vacib olarsa məsələ, o zaman yalan danışmaq vacibdir. Səhifənin o birisinə çevirək, deməli, növbəti səhifədə gətirir ki, وَإِذَا اخْتَفَ مُسْلِمٌ مِنْ ظَالِمٍ يُرِيدْ قَتْلَهُ. Yəni, müsəlman bir zalimdan gizlənərsə, o zalim onu öldürmək istəyir. أَوْ أَخَذَ مَالَهُ və yaxud malını götürübsə və gizlədib. Və bu zamanda yalan danışmaq olur. Zalim də elə bir sənə zülm eləyir, öldürmək istəyir və yaxud malını götürmək istəyir. Burada sən məzlumun tərəfini saxlamaq üçün zalima yalan danışırsan ki, onu öldürməsin. Və yaxud gizlənib adam bir yerdə, sən yerini yalan deyirsən ki, burada deyil, oradadır. Budur qəsd burada. Və yaxud ərada zalimun əğzəhu və yaxud zalim onu tutmaq istəsə, yəni o adamı tutmaq istəsə və yaxud malını götürmək istəsə, vacibəl kəzbu bi ixfəi, onun yəni o halda yalan danışmaq icazədir, vacibdir hətta deyir. Sonra nə deyir? Deyir ki, vəl əhvatu fi hədə kullihi ən yuvarri. Və bundan daha yaxşı olan, daha ehtiyatlı olan etmək üçün, yəni daha yaxşı etmək üçün, ehtiyat üçün tövriyə eləmək daha yaxşıdır deyir. Tövriyə. Tövriyənin də mənasını burada tövriyə nədir? Təqiyə deyil, tövriyə başqa bir şeydir. Tövriyə yəni doğru söz söyləyirsən, amma yəni qarşındakı başqa cür anlayır. Ən yaqsidə bi'ibaratihi məqsudən sahihən, yəni ibarəndə qəsd səhihdir. Yəni yalan deyil. Leysə huvə kədibə. Binisbəti ilə, yəni ona qarşı yəni yalan deyil. Amma qarşındakı insan onu başqa cür anlayır. Yenə də sən yalan danışmırsan. Yəni buradakı məqsəd, Nəvavinin gətirdiyi bu məsələ tamam başqa bir şeydir. Sənin dediyin burada məsələ tamam başqa bir şeydir. Sənin dediyin yalandır. Güya ki Nəvavi deyir ki, yəni sən müxalifə rədd eləyəndə, cavab verəndə gördün bacarmırsan, yalan danış. Yalan danışmaq icazəlidir. Bizi yalanda ittiham edirsən, amma özün burada yalan danışırsan. Nəvavinin adından yalan danışırsan. Cəmaata el göstərmək istəyirsən ki, Nəvavi deyir ki, yəni müxalifə böhtan ata bilərsiniz. Yəni müxalifə rədd verəndə cavab verə bilmirsə yalan danışa bilərsiniz. Halbuki Nəvavinin qəsdi o deyil. Özündən ora əlavələr eləyib, özündən nələrsə çıxardıb, burada artıq sən yalan danışırsan. Yalan danışan sənsən. Buna görə yəni belə şeyləri, yəni sizdə nə qədər belə şeylər var gətirib çıxarda bilər və həmişə kəsilmiş videolar haqqında nə qədər tələbələrin videolarına kəsib olduğundan, yəni olduğunun əksi olan, videonun əksi olan bir video düzəldib paylaşmağınız, yalanlarınız, bunlar həddindən artıq çoxdur. Yəni bir axtarsaq, yəni axtarsaq öyle zaten qabağımıza çıxır. Nə qədər də çıxıb. İstəsək onları gətirərik, qoyaraq qabağımıza. Sadəcə bu şeylərlə özümüzü məşğul etmirik.